Salam aleyküm, hardayam? İkinci yat planetdəyəm. Birini satdım. Birini satdım. Elə bura qonşuluq deyil. O getdi. Axıra qədər bax, evdə yox söhbəti yoxdur. 3 sot yarımın içində hökməli Qobu yolunda. Yoldan ikinci yer. 3 sot yarım. Şəxsi tikili ev axtarırsansa daha axtarmağa ehtiyac yoxdur. Axtardığın evi tapmışam. Hər şeyin yaxşısından istifadə edib. Dartma tavan, bütün otaqların tavanı dartma tavandır. Aboy bahalı aboylardan, premium aboylardandır. Hər şeyin deryasını qoşar, daşdır. Yoldan ikinci yer, torpağın sotu neçəyədir, bilənlər bilir. Ən az 10 minə. Onu tapsınlar, bir dəqiqə yoxdur onsuz. Buradan gəldi. Burada bir dənə ikinci yat planet. Bravo. Ev adamdan danışır, rəqs eləyir. Qiymət əla. Həqiqətən çox səliqəlidir. Qiymətinə görə balaca bir dənə 3 otaq qiymətinə bu boyda kvadratda ev verirəm sizə. Hazır köç yaşa. Alandan sonra yəni bura ehtiyac yoxdur, yəni elə gəzdirəsən. Bir dənə də burada qəşəng yataq otağıdır. Evə səliqəli. Aboylar öz adamla danışır. Pəncərəni bağlayım, yolu görəcəksiniz bu dəqiqə. Yolun düz qırağıdır. Bax, yoldan ikinci yer. İkinci yer. Bax, bir dənə burada qəşəng dartma tavan. Bir dənə qoşa daş, pəncərəsi öz həyətini görür. Qapılar yaxşı qapılardır, ruçkalar qaradan. Ya girişə bax. Girişə girirsən adam ürəyi açılır. Burada dartma tavandır. Kürsülüdür yerdən. Hardasa 6-7 daş kürsüdədir. Bir dənə buradan belə bir dənə götürək. Qapılar bağlayım, bir dənə evə bax. Həqiqətən gözəldir. Ya bəzi əşya, pərdələr, zatlar hamısı qalacaq. Bir dənə keçən mətbəxlərlə danışılaq. Bax, bu da mətbəxdir. Mətbəxtin ölçüsü elə zal boydadır. 2 pəncərəsi var. Mətbəxtindən yuxarısı dartma tavandır. Çıxaq indi çöldən tanış edeyim sizi. Yəni bu qiymətini deyim, sonra çöldən tanış edeyim. Qiyməti 58.500 manat. 3 sot yarımsa yoldan ikinci yer, Megastarı keçən kimi ev. Allah, vallahi Allah. Yoxdur. Heç yanda yoxdur. Bax, bir dənə burada səliqəli həyət. Bir də arxa-arxaya gəlib bir dənə həyətin böyüklüyünü göstərək. Padvanlı rahat nə istəyir, bax, ağızlı xurmazad nə ürəyin istəyir yığılıb bura. Gedəndə bir kaçetkiyə yaparam. Həqiqətən Allahdır. Çöldən görünüşünə bax. Bundan artıq nə istəyirsən? Evdə yox söhbət yoxdur. Burada ayrı bir dənə də ev tikə bilərsən. Yəni oğlun üçün, uşağın varsa 2 dənə, birini də burada tikə bilərsən. Həyətin böyüklüyünə bax. Ya da buradan oyunu ayırıb yol o tərəfə obyekt asa bilərsən. Nə istəsən eləyə bilərsən. Yəni burada arada sənin geniş həyətin var. Həyətdə ayaq yolusu, əl damı, hamısı var. Əla qiymətədir. Həqiqətən də. Bir də bir şey vurğulayım. Yəni tok xətti bunun evin yanında da ora. Buradan ora belə 50-60 metr yer var. Yəni buna heç bir aidiyyatı yoxdur. Prosto indi yaxın görsənir də. Amma buradan ora rahat bir 60-70 metr var. Sağ ol.